Deməli, birbaşa İlham Əliyevin kürsəyindən, içərdən aldığım məlumata görə, birbaşa Amerikadan aldığım məlumata görə BMT-də yeganə adam da deməyə dilim gəlmir, yeganə məxluq, yeganə İlham Əliyev olub ki, o arvadı, qızları, nəvələri, yeznələri ilə gəlibdir. Yeganə İlham Əliyev olubdur. Yeganə. İlham Əliyevdən başqa heç kim heç ora arvadını gətirmir. O da qalmışdı qızlarını, nəvələrini, yeznələrini gətirsin. Və İlham Əliyev qızları, nəvələri, yeznələri, 4-cü dərəcəli yeznələri arvadı ilə birlikdə, kürsəyi ilə birlikdə İlham Əliyev düz bir həftədir Amerikadadır. Digər liderlər, Paşinyan daxil digər liderlər sadəcə çıxışları hansı günü ki çıxış eləyəcəklər, hansı saatda, çıxışları olan gündə özünü yetirib gəlib ora çatır. Məsələn, Paşinyanın bugün çıxışı var, Paşinyan yox idi. Bugün çıxışı var, gəlib çıxış eləyib təzən qayıdacaq. Digər liderlər çıxışları olduğu gün gəlir sadəcə ABŞ-a, sonra qayıdırlar ABŞ-dan ölkələrinə. Misal üçün, Paşinyan bugün çıxışı var, deyə ABŞ-a getdi. Sabah ABŞ-dan qayıdacaq, digər ölkə liderləri də belə edir. Amma İlham Əliyev bir həftədir ki, oradadır. Əsasən də İlham Əliyev hamıdan tez gəlir BMT-yə ki, hamıdan tez gəlir ki, birdən Trump gələr, onunla orada ailəvi şəkil çəkdirsin. Baxın ha, deyilən vətənlərim. İndi bizdə adətdir da, MDB oyunları var. MDB oyundur da, beləcə bir oyun. İlham Əliyev gedir, oyundan qabaq gedib gəlir. Bizdə bir tədbir olanda, COP29-da tədbir olanda nə olur? Prezident gedib gəlir. Baş çəkir. İndi elə bilir ki, COP29-da bir həftə qabaqdan gedim, yəni bir neçə gün qabaqdan gedim, bir həftə orada qalın. Yəqin Trump'dır da, tədbiridir də BMT. Gəlib gedəcək, oralara baxacaq, vəziyyəti, zadı nəzarətdə saxlayacaq, ağlını xiyar verib. Hərənin öz işi var ya orada. İlham Əliyev bir həftədə oradadır ki, BMT-nin qapısının ağzını hamıdan qabaq kəstirir ki, Trump gələndə görüşə bilsin, ondan şəkil çəkdirə bilsin ailəvi. Şəp-şəpi də, hamam şəp-şəpsində zaten dururlar, yuxudan qaçırlar. Leyla, tez ol, Trump gəlir, çataq orada. Buna baxın, hətta öz mühafizəsindən, baxın, and olsun namus və şərəfimə, hətta İlham Əliyev öz mühafizəçilərdən birini BMT-nin qarşısında qoyub ki, birdən biz yeməkdə olanda, başımız qarışarsa haradasa olanda, Trump gəlsə, tez bizə xəbər eləsinlər. Neysə, Əliyev bütün günü Amerika küçələrində sülənir. Trump'ı hardasa görüb şəkil çəkdirsin. Artıq BMT-nin ətrafında it də tanıyır İlham Əliyev, itlər də tanıyır İlham Əliyev. Əlbəttə ki, orada sümsü itlər olmur, kiminsə hərlədiyi itlərdən gedir söhbət. Hələ Ağ evə İlham Əliyev xəbər göndərib ki, cənab Trump'la golf oynamaq istəyirəm. Baxa, İlham Əliyev Ağ evə xəbər göndərib ki, onsuz da havamı dəyişirəm. Bir həftədir Amerikadayam, vaxtım, zamanım boldur. Mən cənab Trump'la golf oynamaq istəyirəm və cənab Trump'a golf alətləri hədiyyə gətirmişəm. Allah, qızıldan heykəl, brilyant daş qaşlarla. Bu andan golf ağacı. Hələ Ağ evdən buna cavab gəlməyib ki, Trump hə dedi, yox dedi. İlham Əliyev, bəsdir dana qozuna mı dolamsan, nə bu xalq? Bədbəx oğlu bədbəx İlham Əliyev. 67 gün oldun Türkiyədə, cəmi 67 gün ərzində 7 gün Azərbaycanda oldun. Arvadın İlham Əliyevdə 127 gün ərzində 5 gün Azərbaycanda oldu. İlham Əliyev.
Sana 2 dənə söz deyərəm, dəymişin dura-dura çalın tökülərə. Sən nə biçim bir insansan? Ağayev cavab verməyib dedikdə golf oynama söhbətini İlham Əliyevin xahişini Ağayev rədd edibdir. Dəyərli həmvətənlər. Qardaş, mənə bir dənə prezident göstərin, dünya ölkələrindən bir dənə prezident göstərin o. Yəni, ola bilər o gəlib gedə bilmir, o balaca ölkələr var, onlar sərnişin təyyarələrində da cəmaatın içində gəlib gedirlər, ha. O burnunun suyun tökən o Afrika ölkələri var, bəzi. Əhalisinin sayı Toz rayonu boydadır. Gəncə şəhəri boydadır, Toz rayonu. Elə ölkələr gəlir ki, indi ona 5-10 manat BMT pul ayıracaq, orada məktup verəcək, nə bilim, nə. Belə ölkələr var, bilirəm. Amma mənə bir onların da, yəni, orada gəlib burnunun suyun tökürlər. O İlham Əliyevin COP29-unda gəlib burnunun suyun tökürdülər. Pul ver bizə, aksiya zad edir, Amerikan zadın qabağında. İlham Əliyev aksiya zad elətdirdi, ha. O, bir dənə kongresmeni də az qaldı döydürə, ha. Həmən onları demirəm, o ölkələr demirəm. O qəbilə ölkələri. Onları demirəm. Bir dənə mənə normal ölkə deyin, bax Yunanistanından tutun, Ermənistanından tutun, Podsovet məkanından tutun, Orta Doğudan tutun, Orta Asiyadan tutun, Avropadan tutun, Avropa Birliyindən tutun, Latin Amerikasından tutun, Şimali Amerika ölkələrindən tutun, Avustraliya qitəsini də yaddan çıxarmayaq. Asiyanın, Cənub, ümumiyyətcə Asiya ölkələrini də nəzərdə tutun. Mənə bir dənə deyin görüm, bircə dənə prezident. Hətta Afrikanın, Əlcəzair, Misir, Sudan, belə iri ölkələr var, Somalidən belə. İri ölkələr, iri. Bir Afrikanın belə yarıdan çoxu, bircə dənə bir həftə orada qalan mənə prezident göstərin, bir həftə orada qalan prezident. Mən it kimi au eləyib uluyacam burada. Göstərin də au eləyib uluyacam. Göstərin də bir dənə mənə prezident göstərin ki, orada ailə uşağınla gəlib biabırcasına İlham Əliyev kimi, şəp-şəpidə, məp-şəpidə. Bir dənə göstərin elə, mən eləyib uluyacam burada. Ancaq efir açacam, da danışmayacam. Deyəcəm İlhamla irəli, İlhamla irəli, uluyacam burada ancaq. Bir dənə ölkə prezidenti göstərin ki, çıxış eləyəndə zal boşdur. Boş zala arvadını, uşağını qoyub danışır. Sadəcə xalq indi gəlib onu montaj eləyəcəklər. Montaj eləyəcəklər başqasının danışını. İlham danışır, o zal çoxlu olan yeri göstərəcəklər. O əvvəlki vaxtların cəmaatını göstərəcəklər. Və daxili adicə xalqı aldatmaq üçün ki, hələ İlhamı sevənlər var, ha. Hələ İlham dünyanın diqqət mərkəzindədir, ha. İlham Əliyev üçün birdən ayağınızda qalxmağı düşünərsiniz. Yox, İlham Əliyev olacaq, onun hələ nəvələrini də aparır ora. Oğlu dəli delə, oğlundan yarıma delə. Və nəvələri prezident olacaq. İlham Əliyev xiyardır, xiyar. Bax, bu İlham Əliyevin başı, sizin şeyinizin başı. Fərqi yoxdur. İlhamın nəvəsinin neçə yaşı var? Yazın buna, mən bilirəm, Mikaillə 50 neçə yaşı var? Yazın. Mən bilən 17-16 yaşı var da, 17. Ramzan Kadirov İlham Əliyevdən çox səviyyəli, çox ağıllı, keçmişinə də baxanda çox babat adamdır. Ramzan Kadirov 16 yaşında, 17 yaşında uşağını birbaşa 16 yaşı olanda təhlükəsizlik naziri oldu. Sonra 17 yaşında birbaşa ölkənin başına gətirdi. Elə bir vəzifə verib ki, Ramzan Kadirov'un 16-17 yaşında oğlu birbaşa güya Çeçenistan'ı idarə eləyir. Və ona baxıb İlham Əliyev də bu nəvələrini qabağa çəkməsin, cip eləməsin, qabağa çəkməsin, neynəsin? Diktatorların hamısı bir cürə gicdillaqdır. Mən sizə anlatmaq istəyirəm, diktatorların hamısı bir cürə gicdillaqdır. Pişikdir ki, pişik saxlayanlar bilir. 13-cü həftədə balasının başına vurur, özündən aralayır. Sərbəst həyata yönəldir. Bu diktatorlar da belədir. Bunun uşaqlığı olur, doğulmağı olur, təzə doğulanda o yetkinlik vaxtında xalqa biraz necə deyərlər, qayğı eləyirmiş kimi obraz yaradır, görüntü göstərir. Sonra bunun olğunluğu, yaşlanmağı, biraz orta yaşı
Sonra bax indi diktator ölüm vaxtıdır. Bax ölüm. Ölüm vaxtıdır. Görürsüz diktator toy eləyir, heç kim gəlmir. Covid-19 eləyir, heç kim gəlmir. Özünü tanıyan adam gəlmir. Diktator BMT-yə gedir, ölümü yaxınlaşan diktator danışanda salda heç kim qalmır. Ailəsinə danışır. Əbə belə dana, əbə diktatorun atası anası kimdir? Bax bu qərb ölkələrdir. Bax bu şərəfsiz ölkələrdir. Diktatoru yaradan Avropa Birliği'dir. Diktatoranı yaradan Amerika'dır. Diktatoranı yaradan İngiltere'dir. Diktatoranı yaradan Avrupa'nın önde giden ölkələridir. Diktatoranı yaradan BMT'dir. Diktatoranı yiyirlər qeyri qanunu. Diktatoranın pullarını yiyirlər. El çalırlar. Böyüdürlər. Artıq indi bir də ayılırlar ki, ya dünyanın böyük ailələrinə təhqirdir. Dünyanın böyük güzlərinə, kral ailəsinə, o hər şey təhqirdir. 60 ilə qədərdir bu prezidentdir. Dədəli balalı 60 ildir ölkənin başındadır. Az qala 60 il. Baxın 57-ci ildə, yox 67-də. 67-də olub yoxsa 67-ci KGP'nin rəhbəri, KGP'nin birinci rəhbəri Bakıda oturub Heydər Əliyev. O deməkdir ki, dəyərli həmvətənlərim, il yarımdan sonra, bu il zaten bitti demək olar. Bir ildən sonra, bircə ildən sonra Dədə bala İlham Əliyevin ölkənin başında 60 illiyi tamam olur, 60 illiyi. Xırda istisna ilə 2 ay gəldi, 2 aylıq prezident oldu, nədir o? İsa Qəmbəryan. 19 ay oldu Keçibəy, Keçibəy. Mən bir balaz daha yaz mütəlif oldu, o da Heydər Əliyevin dolayısıyla təyin elədikləri idi. Əziz həmvətən, dolayısıyla Heydər Əliyevin təyin elədikləri idi. Və indi görmürsünüz, Trump nə soruşur? Qadınız alayım, Trump'ın birinci dönəm prezidentliyində görürsünüz, ikinci dönəmdə. İndiyə kimi İlham Əliyevdən başqa kimə sual verib ki, özü də 2 dəfə görüb, 2 dəfə də dalbadal sual verib ki, sən neçə ildir prezidentsən? Bu sualı ilə belə vermir. Bunu götürüb pas soxular, özündən xəbər yoxdur. Və Rockefeller ailəsi Mehribanı qapıdan qovduğunu mən elə belə demədim ki. İlham Əliyevin ailəsindən yas düşdü. Soros ailəsi. Baxın, vallah baxın, mən düz deyirəm, ala baxın, ala, İlham Əliyev danışır, baxın, yalan deyən köpək oğludur, baxın, ala. İlham Əliyev danışır, bax. Bir ailəsidir, dalda nəvələrdir, bax, PUBG oynayırlar, nəvələrdir, ailəsidir. Burada nə bilim, burada başqa bir şey lazımsa adamlar var. Yəqin onlar da oraları təmizləmək üçündür. Bax, 4 nəfər qulaq asır, 5 nəfər. Bax, İlham Əliyev danışır, bax. Ala, baxın, ay millət, baxın, onlar da durdu, qaçdı. Baxın, ay millət, baxın, İlham Əliyev danışır, baxın. Ağzı burnu əyilib, baxın, ay millət, bığlar saralıb, ay millət. Diktator qoşalıb, ay millət. 3 dəfə qaldırıb, yerə qoymaq lazımdır bunu. Bunu 3 dəfə qaldırıb, yerə qoymaq lazımdır. Bunun başqa çarəsi yox. Diktator nətər dünya bezsin, bezdiyini nətər bildirsin. Kişi, böyük dünya gücləri, ailələr qapısından qovdu. Kral ailəsi söyüb qoaladı, tüpürüb qoaladı. Qadanız alayım sizin. Gəmilər sanksiyaya, adamlar sanksiyaya. Avropada xəbəriniz olsun, Avropada bütün iqamətgahlarını sata bilmirlər. Hamısına satış stopu qoyub. Satış stopu qoyublar. Bilirlər ki, satıb qaçmaq istəyirlər. Ölkədən pulu çıxartmaq istəyirlər, satmaq istəyirlər. Qadanız alayım, Covid-19 olur, heç kim gəlmir. BMT olur, danışır, heç kim gəlmir. BMT-də heç kim salam vermir. Trump 2 dəfə bu yetimçəni görür İlham Əliyevi, ikisində də sual verir, nə qədər vaxt prezidentsən. Bunu niyə başqasına sual vermir? Niyə İmin İlham Əliyevə sual verir? Vallah gedəndə İlham Əliyev, dünya dağılacaq. 57 il, 60 ilin diktatoru, dədə bala diktator, dünya dağılacaq. Baxın, sizi Allaha ant verirəm. BMT-də bütün dünyanın Avropa liderləri qarşı hamısı orada olur. Sizi Allaha ant verirəm.
bircə nəfər səviyyəli adamın İlham Əliyevə salam verdiyini gördünüzmü? Bircə nəfər səviyyəli adam İlham Əliyevdən səviyyəli görüş keçirdiyini gördünüzmü? Erdoğan'dır ki, zaten o səviyyəli, o da diktatorun bir tayıdır. Erdoğan belə İlham Əliyevə yol üstü salam verdi. O ki, etsə nə deyirsən salam salam. Bax belə, Erdoğan elə salam verdi. Erdoğanla belə danışmağa, 5 dəqiqə oturub danışmağa, bir konferans eləməyə imkanı olmadı bunlar. Çünki bunları adam yerinə qoymadılar. Bunlara heç oturmağa stol vermədilər. Bunları qarşılayan olmadı. Bunların yolunu kəsdilər, bunların mikrofonunu kəsdilər, bunlarla salamı kəsdilər. Bunlarla salam vermədilər, şəkil çəkdirməyi, hər şeyi kəsdilər. İkinci dəfə, o dəfə də, bu dəfə də. Qabağına çıxdı, ikisinə sual verdi. Neçə ildir prezidentsən? 22 il. Diktatordur. 5 dəfə prezident seçilmək olar. 5 dəfə. Dədəsi də 2-3 dəfə. 3 dəfə. Belə uğraşdı olar. Belə götverənlik olar. Dədən 3 dəfə prezident seçilsin, ölənə kimi. Sən də 5 dəfə. İndi nədir? İndi hazırlaşın qabili qarşılamağa. İndi nə ayırmalısınız? Hazırlaşın inqilaba. Böyük güclər içəridə adamlar hazırlayır. Bax, indi İlham Əliyev bilir ki, onu devirəcəklər. Bilir ki, qələmi qırılır. Bilir ki, İlham Əliyev devirəcəklər. İlham Əliyev bilir devirəcəklər. Sadəcə istəyir ki, yəni Rusiya ordusunu Azərbaycana soxaraq, Rusiyanın himayəsi altına keçərək can güvənliyini saxlasın. Amerikaya getdi, qızıl heykəl, qızıldan qol fəaliyyətləri, nə bilim nə. Trump buna garanti vermədi. London, Amerika, İlham Əliyevə həyatda qalma, yaşama garanti vermədi. İndi nədir? Ölkəni Rusiyaya təhvil vermək, Rus qoşunlarını Azərbaycana soxmaq və İngiltərəyə materialı ötürdük. İngiltərə generalları Bakıda olduğunu bilirsinizmi? İngiltərə xüsusi xidmət orqanlarının generalları, polkovnikləri türklərlə bir yerdə Azərbaycanda olduğunu bilirsinizmi? Bilirik ki, Ruslara təhvil vermək istəyirsən ölkəni, bu ölkəni ona görə qurmadı İngiltərə ki, Məmməd Əmin vasitəsilə o zamanı Qafqazı Rus boyunduruğuna çıxartmaq üçün bugün İlham Əliyev, SSR-in dağıtmı, bugün İlham Əliyev gəlsin, Rus qoşunlarını doldursun Azərbaycana, ölkənin müstəqilliyini versin. Əldən.